Salam kanalımızın değerli izleyicileri. Bu dersimizde 5. sınıf informatika dersinden 5. bölmeye geçid edirik. İnternet. Bu bölmede biz baxın bu mövzuları öğrenəcəyik. İnformasiya resursları, internet, dünya hörümçək toru, internetdə informasiyanın axtarışı. Və bu dersimizdə 5. bölmənin ilk mövzusu olan informasiya resursları mövzusunu öyrənəcəyik. Açar sözlərimizlə tanış olaraq, resurs, maddi resurslar, qeyri-maddi resurslar, informasiya resursları, dünya informasiya resursları. Kitabxana və arxivlər, muzey və sərgi salonları nə üçün yaradılır? Kitablar olmasaydı nə baş verərdi? Gəlin ardıcıl hər birini təhlil edək. İnformasiya resursları ilə başlayaq. İnformasiya resursları nədir? Yəni biz informasiya resursları deyəndə gəlin görək nə başa düşürük. İnformasiya resursları insanların məlumat toplamaq, öyrənmək, araşdırmaq və bilik əldə etmək üçün istifadə etdikləri mənbələrdir. Misal olaraq kitablar, kitabxanalar, arxivlər, muzeylər, internet və s. Deməli, informasiya resursları deyəndə nə başa düşdük? İnsanların məlumat toplamaq, öyrənmək, araşdırmaq və bilik əldə etmək üçün istifadə etdikləri mənbələrdir. Misallar da verdik ki, kitablar, kitabxanalar, arxivlər, muzeylər, internet və s. Gəlin açar sözlərimizin hər birini bir cümlə ilə təhlil edək. Resurs. Hər hansı işi görmək üçün lazım olan vasitə və ya mənbədir. Maddi resurslar. Toxunmaq olan əşyalar, kitab, kompüter, dəftər və s. Qeyri-maddi resurslar. Toxuna bilmədiyimiz, amma vacib olan obyektlər. Məlumat, bilik, ideya və s. İnformasiya resursları. Məlumat saxlayan və onu bizə çatdıran mənbələrdir. Dünya informasiya resursları. Bütün planetdəki, yəni dünyada olan məlumat mənbələri. İnternet, kitablar, elmi əsərlər və s. İndi isə gəlin suallarımıza cavab verək. Kitabxana və arxivlər, muzey və sərgi salonları nə üçün yaradılır? Kitabxana və arxivlər niyə yaradılır? İnsanların kitab oxuması, məlumat tapması, araşdırma etməsi üçün. Köhnə sənədlər və məlumatlar itirilməsin deyə arxivlərdə saxlanılır. Muzeylər və sərgi salonları isə insanlar tarix, incəsənət və mədəniyyət haqqında birinci öyrənsinlər deyə yaradılır. İkinci sualımız, kitablar olmasaydı nə baş verərdi? İnsanlar keçmişdə olan məlumatları bilməzdi. Elmi kəşflər, tarix, mədəniyyət yadda qala bilər, ancaq yadda saxlamaqla ötürmək mümkün olardı, yəni şifahi yolla və beləcə də yadda qalmaya bilərdi. Təhsil almaq, yeni bilik öyrənmək çox çətin olardı. Məlumat nəsildən nəslə tam dəqiq ötürülməzdi. Bu şəkildə bu hissəni də tamamladıq. Davam edək. İnformasiyaların qruplaşdırılması. Fəaliyyət bölməmiz informasiyaları fənlər üzrə qruplaşdırın və cədvəni doldurun. Fənlər nədir? Azərbaycan dili, riyaziyyat, informatika. Misal üçün Azərbaycan dilinə nümunə olaraq nə verib? Nitq hissələri. Riyaziyyata nümunə olaraq düzbucaqlının perimetri, informatikaya nümunə olaraq isə heç nə yazmır, cədvəldə verir. Və informasiyalarımız da nədir? Vurma cədvəli, koordinat müstəvisi, algoritmlərin növləri, düzbucağın sahəsi, simmetriya, kompüterlərin təsnifatı, ahəng qanunu, tənliyin kökü, natural ədədin mərtəbələri, sinonimlər. Müzakirə edək hissəsində eyni zamanda
İki sütuna ait olan informasiya var mı? Baxın, ilk sual. Eyni zamanda iki sütuna ait olan informasiya var mı? İkinci sualımız, bu informasiyaları başqa cür necə qruplaşdırmaq olar? Üçüncü sual, bu qruplara daha hansı informasiyaları aid etmək olar? Ümumiyyətlə, gəlin ən başdan təhlil edək. İnformasiyaların qruplaşdırılması. İnformasiyaların qruplaşdırılması nə deməkdir? Məktəbdə biz müxtəlif fənlər oxuyuruq. Misal üçün, Azərbaycan dili, riyaziyyat, informatika və s. Hər fən özünə uyğun məlumat, yəni informasiya öyrədir. Misal üçün, riyaziyyatda ədədlər, düzbucaqlar, koordinat müstəvisi və s. öyrənirik. Azərbaycan dilində nitq hissələri, sinonimlər və s. öyrənirik. İnformatikada isə kompüterlər, alqoritmlər və s. informasiyalar əldə edirik. Tapşırıqda bizdən hər məlumatı özünə uyğun fənlərə yerləşdirmək tələb olunur. Gəlin məlumatları fənlər üzrə belə qruplaşdıraq. Birinci, Azərbaycan dili. Nitq hissələri, ahəng qanunu, baxın, ahəng qanunu Azərbaycan dilinə aiddir və sinonimlər Azərbaycan dilinə aiddir. Riyaziyyata aid olanlar, düzbucaqlının perimetri, sonra vurma cədvəli, koordinat müstəvisi, düzbucağın sahəsi, simmetriya, tənliyin kökü, natural ədədin mərtəbələri. Sonra informatikaya aid olanlar, kompüterlərin təsnifatı və alqoritmlərin növləri. Müzakirə edək hissəsindəki suallarımızı cavablayaq. Eyni zamanda iki sütuna aid olan informasiya varmı? Bəzi məlumatlar həm riyaziyyata, həm də informatikaya yaxın ola bilər. Misal üçün, alqoritmlər. İnformatikada mövzudur, amma riyaziyyatda da düşünmə qaydasını tələb edir. Misal üçün, baxın, alqoritmlərin növləri həm riyaziyyata, həm informatikaya aid ola bilər. Daha sonra ikinci sualımız, bu informasiyaları başqa cür necə qruplaşdırmaq olar? Onları belə də qruplaşdırmaq olar. Dinlə bağlı məlumatlar, din ilə bağlı məlumatlarımız, misal üçün, baxın, nitq hissələri, ahəng qanunu və sinonimlər. Bunlar din ilə bağlı məlumatlarımızdır. Sonra rəqəmlə bağlı məlumatlarımız, düzbucaqlının perimetri, vurma cədvəli, koordinat müstəvisi, düzbucağın sahəsi, simmetriya, tənliyin kökü, natural ədədin mərtəbələri. Bunlar da nəyə aiddir? Rəqəmlə bağlı məlumatlardır. Sonra isə üçüncü olaraq kompüterlə bağlı məlumatlar. Misal üçün, alqoritmlərin növləri, kompüterlərin təsnifatı. Bu şəkildə də başqa cür qruplaşdırmaq mümkündür. Bu qruplara daha hansı informasiyaları aid etmək olar? Misal üçün, Azərbaycan dilinə frazeologizmlər, cümlə növləri və s. əlavə etmək olar. Riyaziyyata üçbucağın sahəsini, faizi və s. əlavə edə bilərik. İnformatikaya isə kompüter hissələri, məlumatın ölçü vahidləri, yəni bit, bayt və s. bu mövzulara aid etmək mümkündür. Bu şəkildə fəaliyyət hissəmizi də öyrənmiş olduq. Davam edək. İnsanların müxtəlif ehtiyacları var. Bu ehtiyacların ödənməsinə xidmət edən hər şey, yəni yemək, enerji, əmək alətləri, faydalı qazıntılar, informasiya və başqa obyektlər resurs adlanır. Deməli, bundan sonra artıq biz resursun terminini biləcəyik. Necə oldu? İnsanlar müxtəlif ehtiyacları var. Bu ehtiyacların ödənməsinə xidmət edən hər şey, yəni yemək, enerji,
əmək alətləri, faydalı qazıntılar, informasiya və başqa obyektlər resurs adlanır. Resurs fransız sözü olub, yardımçı vasitə deməkdir. Resursları iki qrupa ayırırlar: maddi resurslar və qeyri-maddi resurslar. Maddi resursların forması, rəngi, qoxusu və başqa xassələri ola bilər. Qeyri-maddi resursların isə belə xassələri olmur. Onların əsas xassəsini bəşəriyyətin topladığı bilik və mədəniyyət təşkil edir. Ən vacib qeyri-maddi resurslardan biri informasiya resurslarıdır. İnformasiya resursları insanların yaratdıqları və maddi daşıyıcılarda saxlanılan biliklərdir. İnformasiya resursu bir şəxsə və ya quruma, şəhərə və ya bölgəyə aid ola bilər. Məsələn, bütün dünyadan toplanan informasiya dünya informasiya resursu hesab olunur. Başqa sözlə, dünya informasiya resursları dedikdə, ayrı-ayrı dövlətlərin informasiya resurslarının toplusu nəzərdə tutulur. Hər dəfə qəzet yaxud jurnal olduqda siz informasiya resursu əldə edirsiniz. Əgər orada beynəlxalq aləmdən informasiya dərc olunubsa, həmin resursu dünya informasiya resursu hesab etmək olar. İnformasiya resurslarını müxtəlif cür, yəni təqdim olunma formasına, istifadə məhdudiyyətinə, daşıyıcılarına, mövzulara görə qruplaşdırmaq olar. Deməli, informasiya resurslarını hansı cürə qruplaşdıra bilərik? Nələrə uyğun? Təqdim olunma formasına, istifadə məhdudiyyətinə, daşıyıcılarına və mövzulara görə qruplaşdırmaq olar. Təqdim olunma formasına görə mətin, qrafik, səs və başqa informasiya resurslarını fərqləndirirlər. Daşıyıcılarına görə informasiya resurslarını kağızda, diskdə, maqnit lentində, kompüterin yaddaşında saxlanılan resurslara ayırmaq olar. İstifadəsinə qoyulan məhdudiyyətlərə görə informasiya resurslarını fərdi məlumatlar, kommersiya sirri, yaxud dövlət sirri kimi kateqoriyalara ayırmaq olar. İnformasiya resurslarını mövzular üzrə də qruplaşdırmaq olar. Təhsil resursları, qanunlar, statistik resurslar və s. Son vaxtlar informasiya resurslarının əksəriyyəti elektron daşıyıcılarda, yəni internetdə yerləşdirilir. İnternetin köməyi ilə hər kəs istənilən mövzuda informasiyanı çox asanca əldə edə bilər. İndi isə gəldik araşdıraq, öyrənək hissəsinə. Resurslar tükənən və tükənməyən olur. Məsələn, neft, təbii qaz, kömür, minerallar və başqa faydalı qazıntılar gec-tez qurtaracaq. Belə resursları bərpa etmək mümkün deyil. Tükənməyən resurslar isə zaman keçdikcə azalmır. Günəş enerjisi, külək, dalğalar, okeanlarda qabarma və çəkilmələr belə resurslardandır. Ölkəmizdə hansı tükənən təbii resurslar var? Sizcə onların tükənməsinin qarşısını almaq olarmı? Ümumiyyətlə dedik ki, resurs nədir? Resurslar nədir? Resurslar insanların istifadə etdiyi təbii sərvətlərdir. Məsələn, neft, qaz, kömür, minerallar, günəş enerjisi, külək və s. Tükənən resurslar, bunlar elə resurslardır ki, bir gün tamamilə qurtara bilər. Məsələn, neft, təbii qaz, kömür, minerallar bunlar bir gün qurtara bilər. Bu resursları yenidən yaratmaq mümkün deyil. Qurtarsa geri qaytarmaq olmayacaq. Tükənməyən resurslar, bunlar isə heç vaxt azalmaq və ya bitmək kimi bir problem yaratmır. Məsələn, günəş enerjisi, külək, dəniz dalğaları, okeanlarda qabarma, çəkilmə. Bu resurslar daim təbiətdə mövcuddur və tükənmir. Ölkəmizdə hansı tükənən resurslar var? Misal üçün neft, təbii qaz, kömür, müxtəlif minerallar. Ölkəmizdə bu tükənən resurslar mövcuddur.
Onların tükənməsinin qarşısını almaq olarmı? Bəli, müəyyən qədər mümkündür. Bunun üçün resurslardan qənaətlə istifadə etmək, lazımsız yerə enerji sərf etməmək, alternativ enerji mənbələrindən, misal üçün günəş, külək enerjilərindən istifadə etmək lazımdır. Bu üsullar tükənən resursların daha gec bitməsinə kömək edəcək. Araşdıraq, öyrənək hissəmizi də tamamladıq. İndi isə gəldik sual və tapşırıqlar hissəsinə. Birinci sualımız, resurs termini nəyi bildirir? Nümunələr göstərin. Resurs, insanların həyatda istifadə etdiyi lazımlı obyektlərə deyilir, lazımlı şeylərə deyilir. Başqa sözlə, resurs bir işi görmək üçün lazım olan vasitə və ya sərvətdir. Nümunələr, misal üçün təbii resurslar, təbiətdən gələnlər, neft, təbii qaz, su, meşələr, günəş enerjisi, külək. Maddi resurslar, yəni əlinə toxunulan obyektlər, əlinə toxunulan şeylər, kitab, kompüter, qida məhsulları və s. Qeyri-maddi resurslar, yəni toxunmaq olmur, amma vacibdir. Bilik, məlumat, vaxt və s. Resurslar olmadan insanlar bir çox işi görə bilməz. Məsəl üçün, enerji istehsalı, evlərin istilik sistemi, su təmizlənməsi, təhsil və s. Bu işləri görmək resurslar olmadan mümkün deyil. Sonra ikinci sualımız, informasiya resursu nədir? İnformasiya resursu insanların məlumat almaq, öyrənmək və araşdırmaq üçün istifadə etdiyi bütün mənbələrə deyilir. Başqa sözlə, informasiya resursu bərabərdir məlumat saxlayan və bizə məlumat verən yer. İnformasiya resurslarına nümunələr, misal üçün, kitablar, tarix, elm, ədəbiyyat haqqında məlumat verir. Kitabxanalar çoxlu kitab və material saxlayır. İnternet istənilən mövzuda məlumat tapmaq olur. Dərsliklər məktəbdə öyrəndiyimiz bilikləri verir. Ensiklopediyalar müxtəlif mövzular haqqında məlumat toplusudur. Muzeylər tarix və mədəniyyət haqqında məlumat verir. Arxivlər köhnə sənədlər və yazılar saxlanılan yerlərdir. Niyə informasiya resursları vacibdir? Bizə bilik qazandırdığı üçün, dərslərimizi öyrənməyə kömək etdiyi üçün, tarix və elmi məlumatların yadda saxlanılmasını, yadda qalmasını təmin etdiyi üçün, araşdırma aparmaq üçün mənbə olduğuna görə. Üçüncü suala gəldik. Dünya informasiya resurslarına nələrə aid etmək olar? Dünya informasiya resurslarına bütün dünyada insanların istifadə etdiyi böyük məlumat mənbələridir. Bu mənbələrdə elm, tarix, təbiət, texnologiya, mədəniyyət və başqa sahələr haqqında çoxlu məlumat toplanır. Dünya informasiya resurslarına aid olanlar, misal üçün, kitablar və kitabxanalar. Dünyanın hər yerində milyonlarla kitab var. Böyük kitabxanalarda çox qiymətli məlumatlar saxlanılır. İnternet dünyanın ən böyük məlumat mənbəyidir. Saytlar, videolar, elektron kitablar burada yerləşir. Muzeylər tarix, incəsənət və mədəniyyət haqqında məlumat verir. Misal üçün, Britaniya muzeyi, Louvre muzeyi və s. Arxivlər köhnə sənədlər, xəritələr, məktublar və dövlət yazışmaları saxlanılır. Televiziya və media xəbərlər, elm verilişləri, sənədli filmlər dünyaya məlumat yayır. Elmi məqalələr və tədqiqatlar. Alimlərin yazdığı elmi işlər bütün dünya ilə paylaşılır. Qısa xülasə desək, dünya informasiya resursları dünyanın müxtəlif yerlərində olan bütün böyük məlumat mənbələridir. Onlar bizim dünyanı daha yaxşı tanımağımıza kömək edir.
Gəldik ən sonuncu 4-cü sualımıza. Hansı informasiyalar sizə məktəb informasiya resurslarınızı təşkil edir? Necə oldu sual? Hansı informasiyalar sizin məktəb informasiya resurslarınızı təşkil edir? Məktəbdə biz dərs oxuyarkən çoxlu məlumatlardan istifadə edirik. Bu məlumatlar məktəb informasiya resursları adlanır. Yəni məktəbdə bizə bilik verən bütün mənbələr informasiya resursudur. Məktəb informasiya resurslarına bunlar daxildir. Dərsliklər, hər fənn üzrə kitablar bizə məlumat verir. Müəllimlərin izahı, müəllimlər dərsdə bizə bilik ötürür, suallarımızı cavablandırır. Məktəb kitabxanası, burada əlavə kitablar, ensiklopediyalar və jurnallar olur. Kompüter otağı, internet, tədris proqramları, elektron materiallar məlumat əldə etməyə kömək edir. Dərs videoları və təqdimatlar. Müəllimlərin göstərdiyi slaydlar, videolar da informasiya qaynağıdır. Divar qəzetləri və məlumat lövhələri. Məktəbdə asılan elanlar, qaydalar, xəbər lövhələri məlumat verir. Dərs dəftərləri və konspektlər. Öz yazdığımız dərs qeydləri də bir növ informasiya resursudur. Qısa nəticə, məktəbdə bizə bilik verən hər şey, kitab, müəllim, kompüter, kitabxana və elanlar məktəb informasiya resursudur. Bu şəkildə bu bölməmizin də sonuna çatdıq. Bu dərsə aid hər hansı sual və təklif olarsa videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Və əgər dərslərimiz faydalı gəlirsə, kanalımıza abunə olmağı və videolarımızı bəyənib çoxlu rəylər yazmağı, həmçinin paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Bu dərs deyəcəklərimiz bu qədər. Növbəti dərslərimizdə görüşənədək salamat qalın əziz şagirdlər.